100 min insanın qarşısında isti gündə həcdən qayıdan karvanı Peyğəmbər saxlayır. Ən mötəbər tarixi hadisəsidir İslamın. Deyir, qabaqda gedənlər qayıtsın, arxadakılar gəlsin və o Qədirxum xutbəsini söyləyir. Özdə ondan qabaq Quranda ayə nazil olur. Sənə deyiləni cəmaata çatdır. Bunu etməsən, Peyğəmbərlik işini yerinə yetirməmsən. Bundan sonra insanları toplayır, ömrünün sonunda əlini qaldırır, deyir, mən kuntu mövla, fəhaza aliyyum mövla. Hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır. İlahi, ona dost olana dost ol, ona düşmən olana düşmən ol. İndi gəlir mövla sözünə, hər məna tapır, rəhbər mənasından başa. Qədir Peyğəmbərin məzlumiyyətinin ən böyük nişanələrindən biridir. Quran demir, Peyğəmbər sən denən, çünki bu imtihan nöqtəsidir. Görək bu cəmiyyət sənin vilayəti hələ qəbul edir. Cismi de canım Əlidir, Əli.